Mən Kərbala ziyarəti üçün tam 8 il, ortalama 9 il alışdım, yandım. Müəyyən səbəblərdən alınmadı. İlk dəfə Kərbalada olanda qrup rəhbəri bizi 1-ci İmam Hüseyin əleyhissalamın ziyarətinə apardı. Beynül Hərəmeyndə artıq mən inana bilmirdim, ayaqlarım getmirdi və gözümdən yaşlar axırdı durmadan. Mən inana bilmirdim və həmin anda orada haraya gəldiyimi, o Kərbalanın gözəlliyini, müqəddəs bir ayaqlarımın cənnətin torpağında olduğunu hiss elədim. Və orada imamın ziyarətindən sonra artıq ölənə qədər bu yoldan ayrı düşməyəcəyimə dair Allahdan dua etdim və özümə söz verdim və o ilk ziyarətin ərbəyinə hazırlaşdım. Bəli, ərbəyin ziyarətində Allah bir çox şeyləri göstərdi. İmama doğru addımlamağın savabı, zövqü, sevgisi bambaşqaydı. Fəqət orada imamın zəvvarlarına xidmət etmək, bunun eşqi insanın, necə deyərlər, ruhuna qədər işləyir. O fəlakət bir hissi idi və mən anladım ki, nə qədər çox xidmət etsəm də bu eşqdən, yəni bu eşq sonsuz bir eşqdir. Bundan doymaq qeyri-mümkündür, bunu yaşayan bilər. Və yol boyu zaten hazırlaşmışdım, izləyirdim videolardan, ondan sonra həkim kimi. Ən çox orada əsasən gün vurma ola bilər və ya ən çox yayğın olan o ayaqların altında suluqların olması. Mən bütün məlhəmlərdir, steril sarğı bintləridir, odur, steril alətlərdir falan. Yəni ki, o ilk tibbi yardım hamısını özümlə götürmüşdüm çanta olaraq. İnandırım sizi, həyatım boyu inanmazdım ki, milliyyətindən, rəngindən, irqindən asılı olmayaraq o yol boyu dizlərimi qoyurdum yerə, zənci demirdim, ərəb demirdim, hər kəsə xidmət edirdim. Və necə deyim sizə, o xidmət etdikdən sonra xidmət etdiyin insanın sənə sarılıb, qucaqlamağı, öpməyi bambaşqa bir hissləri idi və Allah Taala bu yolda çox şey öyrətdi mənə. Mən məsələn, ilk dəfə Kərbalaya gedəndə bizim qrup rəhbərimiz İmam Hüseyin əleyhissalamın hərəminə götürmüşdü. Mən ikinci dəfə özüm tək getdim. Gedəndə Allah məni Həzrət Əbülfəzl Abbasın hərəminə götürdü. Mən onu dərk etdim ki, İmam Hüseyin əleyhissalama gedən yol Həzrət Əbülfəzl Abbasdan keçir. Və Beynül Hərəmeyndə imamın ilk öncə Kərbalanın girişində Həzrət Əbülfəzl Abbasın hərəmini görürsən, günbəzini görürsən, insanlar elə zənn edirlər ki,